Deməli, birinci sınavımızın birinci sualında bizdən istəyir ki, Azərbaycanın 13-cü əsr tarixinə aid deyil. Ümumiyyətlə, 13-cü əsr görəndə ilk olaraq ağlımıza gəlməlidir bizim Monqollar. Baxırıq ki, yazıb adı Ali Monqol xaqanının canişinləri vasitəsilə idarə olunmağa başlanması. Bu 1239-dadır. Qızıl Ordu xanı Özbəyin yürüşünün baş verməsi. Doğru cavabımız bu olacaq. Niyə? Çünki Qızıl Ordu xanı, Qızıl Ordu xanı olan Özbək öz dövlətində zaten 14-cü əsrin birinci yarısındadır hakimiyyətdə. Bizə də yürüşü 1335-ci ildə olub Əbu Səidin üzərinə, Hülakü Əbu Səidin, amma Əbu Səid onu məğlub edib geri göndərə bilir. Təbriz Monqollar tərəfindən ikinci yürüşdə tutulur, doğrudur. Gəncədə 1231-də üsyan var, doğrudur. Gürcü qoşunları ilə mübarizə 1210-cu ildə aparılıb, doğrudur. Ona görə birdə olur doğru cavabımız B variantı birinci sualda. Sonra gəlirik ikinci suala. İkinci sualda bizdən istəyir SSR 60-80-ci illər tarixi üçün uyğunluq. Baxaq görək bu uyğunluqda doğru cavabımız nə olacaq? İqtisadiyyatda talon sisteminin mövcud olması. Baxıram ki, həmin dövrdə iqtisadiyyatda talon sistemi varmı? Yoxdur. Niyə yoxdur? Çünki həmin dövr üçün 1947-ci ildə pul islahatı keçirdiblər müharibədən sonra və talon sistemini ləğv ediblər. Anı çıxdı. Repressiya qurbanlarına bəraətin verilməsi 20-ci əsrin 50-ci illərində Xruşovun dövründədir. Ona görə onu da götürə bilmirəm. ABŞ-la müqavilələrin imzalanması doğru cavabım olacaq C variantı. Çünki 1963-cü ildə John Kennedy və Xruşovun müqaviləsi var. Bir də 1985-88-ci illərdə Ronald Reaganla Mixail Qorbaçovun görüşməsi və müqavilələri var. Hərbi çevrilişin baş verməsi eyni dövrdə 60-80-ci illərdə Türkiyəyə aid olan hadisədir. Yeni konstitusiyanın qəbul edilməsi isə yanlışdır. Çünki yeni konstitusiya SSR-də qəbul ediləcək. 3 dənə konstitusiyası var 24-də, 1936-da, bir də 1977-ci ildə. Sonra gəldik növbəti sualımız, üçüncü sual. Bir klassik feodalizm dövründə Avropada, klassik feodalizm dövrü əhatə edir 11-15-ci əsrləri. İlk dünya səyahəti həyata keçirildi 16-cı əsrdədir. Katolik kilsəsinə qarşı reformasiya hərəkatı başladı 16-cı əsrdədir. Konstantinopol Osmanlılar tərəfindən fəth edildi. Doğrudur, 1453-15-ci əsrdə düşür, amma Avropaya aid deyil, bu ümumiyyətlə Şərqə aid olan, Asiyaya aid olan məlumatdır. Şimali İtaliya şəhərləri Aralıq dənizində üstünlüyünü ələ keçirdi. Bəli, bu doğrudur. Səlib yürüşlərinin nəticəsində 13-cü əsrdə doğru cavabımız olacaq D variantı. 4-də isə bizə deyir, 7-də isə bizə deyir, daha doğrusu Fransada Uad Taylerin Bakıva kəndi üsyanı. Əslində Uad Tayler üsyanı doğrudur. 1381-də 14-cü əsrdədir, amma Fransada deyil, İngiltərədədir. Ona görə Y variantı da yanlışdır. Doğru cavabımız oldu D. Dördüncü sualda Qafqaz, Avropa, Asiya neft boru kəməri haqqında saziş. Söhbət buradan gedir. Bakı-Tbilisi-Ceyhan sazişindən. O da 1999-cu ildə ATƏT-in İstanbul samitində onun haqqında saziş imzalanıb. O da İstanbul hardadır? Birlə göstərilən ərazidə. Sonra gəldik deməli 5-ci suala. 5-ci sualda Azərbaycanın istəyir bizdən nəyi? 7-8-ci əsr tarixlərinə aid deyil. İqta torpaq sahibliyi mövcuddur, çünki ərəblərin gəlişi ilə. Girdimad dövlətinin süqutu doğrudur 705-ci ildə. İlk dəfə şərti torpaq sahibliyin meydana gəlməsi doğru deyil, çünki Azərbaycan ilk dəfə şərti torpaq sahibliyi meydana gəlib 6-cı əsrdə Sasanilərin dövründə. Doğru cavabım C-dir. Siyahıya alma var. 725-də Ərəb əsarətinə qarşı üsyanlar var. Deməli, 5-ci sualda doğru cavabım oldu. C variantı. Sonra 6-cı sual, belə bir mətn verib bizə 2 dənə, imtahanda da istifadə eləyəcəklər. Bir mətn, insanlar oturaq həyata keçmiş, nə isə belə bir şeylər oturaq həyat gördüysə, bu 100% ki, neolit dövrüdür. Digər mətndə isə bu dövrdə insanlar sənətkarlıq məhsulları üzərinə boya çəkməyə başladılar. Mübadilə boya varsa, bu boyalı qablar orta tunc dövrüdür. Və deyir ki, birinci mətndə bəhs edilən dövrlə ikinci mətndə bəhs edilən dövr arasında baş verən hadisələri müəyyən edin. Yəni, neolitlə orta tuncun arasında olsun. İnsanların kollektiv halda yaşaması. Baxa görə götürə bilərik, yoxsa götürə bilmərik.
Ə, Baxıram ki, götürmək olmaz. Çünki bizdən hə, nəyi istəyirdik ki, həmin dövr arasında meydana gəlsin, yəni o şeylər həmin dövr müddətində baş versin. İnsanlar zaten kollektiv halda yaşayırdılar. Neolitdən əvvəl də, neolitdən sonra da, orta tuncda da, orta tuncdan sonra da ona görə biri çıxıram. Metal emalının başlanğıcı qoyulması 2-ni götürəcəm. Biz bunu götürəcəyik. Deməli, erkən tuncdadır. Metallurgiya eneolitdədir. Metal emalının başlanğıcı erkən tuncdadır. Heyvanların əhəlləşdirilməsinə başlanması mezolitdədir. Götürə bilmirəm. Süni oddan istifadə edilməsi yenə oxşarlıqdır. 1 ilə 4 oxşardır deyə götürmürəm. Köçmə maldarlığın meydana gəlməsi yenə erkən tunc dövrünə aiddir. Ona görə doğru cavabım olur B variantı 2 və 5. Sonra gəldi 7-ci sualda səbəb-nəticə əlaqəsi verib bizə və istəyir ki, doğru variantları tapaq. Karfagenin Roma tərəfindən işğal edilməsi Romanın Aralıq dənizinin şərqində yox, qərbində üstünlük qazanmasıdır. Ona görə bu yanlışdır. Biri çıxdım. Yunan Əhəməni müharibəsinin baş verməsi bu doğrudur. 2-ni götürürəm. Əhəmənilərin Hindistanı işğal etməsi Mauriya hakimiyyətdən getmir. Ümumiyyətlə Mauriya sülaləsi Əhəmənini görməyib, çünki Əhəməni 6-cı əsrdə gələcək Hindistana Mauriyası 4-də hakimiyyətdə olacaq. 3-ü çıxdım. Pinçen müqaviləsinin imzalaması Çinin cənub deyil, şimal əraziləri keçib bunların nəzarətinə. Misir-Het mübarizəsinin baş verməsi tərəflərin bir-birinə yardım məsələsi doğrudur. Doğru cavabımız oldu. A variantı, yəni 2 və 5 Kadeş müqaviləsindən gedir söhbət. Sonra 8-ci sual Azərbaycan 19-cu əsrin 30-50-ci illərində özə Şimali Azərbaycanda baş verən hərəkat. Şimali Azərbaycandakı hadisələrdəndir. Erməni vilayətliyi 1840-da ləğv ediləcək, mülki cinayətlərə hərbi məhkəmədə baxılırdı. Zaten komendant idarəsi dövründə Alban katolikosluğu 1836-da ləğv ediləcək, amma Babillər hərəkatı 1848-52-dədir. Düzdür, 30-50-ci illərə düşür, amma Şimali Azərbaycanda deyil, Cənubi Azərbaycandadır. Ona görə bu yanlışdır. Rus müstəmləkəsinə qarşı isə 19-cu əsrin 30-cu illərində üsyanlarımız var. Növbəti 9-cu sualda Atropatena və Albaniya dövlətlərinin tarixi üçün oxşarlığı istəyir bizdən. Alan tayfalarının yürüşünə məruz qalanda, yəni alanlar Azərbaycana gələndə elə bildim rekordu qoşmamışam, qoşmuş. Alanlar Azərbaycana gələndə 72-74-cü ildə Atropatena dövlət deyildi. Ona görə alanların yürüşü Albaniya dövlətinə aiddir. Dövlətsiz prosta Atropatena və Albaniya yazsaydı, hə, alanları götürəcəkdik. Biri çıxdım. Qeyri-məhdud hökmdar hakimiyyəti doğrudur. Yunan tanrılarına sitayiş edilməsi doğrudur. 2 ilə 3-ü götürdüm. Roma imperiyasından asıllıq qəbul edilməsi yanlışdır. Çünki hər ikisi Romadan asıllığı qəbul edirdi. Roma imperiya yox, respublika idi. Doğru cevabımız olur 9'da A variantı 2 ve 3. Sonra 10-cu sualda uyğunluğu müəyyən etməyi istəyir bizdən. Xəzərdə ticarət gəmilərinin üzməyə başlaması bu aiddir Salarilərə. Dərbənd səddinin təmir etdirilməsi aiddir Sacilərə və Şirvanşahlara. Oğuz türklərinin ölkə ərazisində yerləşdirilməsi aiddir Rəvvalilərə və Şəddadilərə. Yəni 1-də Y, 2-də A ilə B, 3-də də C ilə D. Doğru cavabımız elə olacaq A variantında. Gəldik 11. Azərbaycan SSR 20-ci əsrin 20-ci illərinin birinci yarısı, yəni 1920-1925-ci illər aralığında baş verən hadisə istənilir. Qacarlar dövləti ilə müqavilənin imzalaması. Qacarlarla müqavilə 1920-ci ilin martında var, amma həmin dövrdə Azərbaycan SSR deyil, AXC-də, ona görə çıxıram. Kollektivləşdirmə xəttinin elan edilməsi 1929-dadır, ikinci yarıya düşür, B-ni götürə bilmirəm. Azərbaycanın birbaşa SSR-nin tərkibinə daxil olması bu 1936-dadır. İkinci konstitusiyanın, SSR-nin ikinci konstitusiyası ilə ZSFSR ləğv edilir və birbaşa biz SSR-yə daxil oluruq. YIS dövründə ərzaq sapalağının tətbiq edilməsi, əslində YIS dövrü 20-ci illərin birinci yarısına düşür, amma ərzaq sapalağı YIS-ə aid anlayış deyil. O hərbi kommunizmə aid anlayışdır. Orada ərzaq vergisidir. Qanunverici orqanla Mərkəzi İcraiyyə Komitəsinin yaradılması, bəli, 1921-ci il Azərbaycan SSR-nin birinci konstitusiyası ilə. Doğru cavabımız olacaq Y variantı. 12-də Osmanlı Sultanı II. Bəyazıdin hakimiyyəti dövründə Misir məmləklə müharibə aparmayıb. Bunlar dost olublar. Ona görə biri çıxıram. Ağqoyunlu Sultan Yaqubla dostluq var. 2-ni götürürəm. Yahudilərə sığınacaq verib 3-ü götürürəm. Qara Yusiflə Sultan Əhmədi himayə eləyən 1-ci Bəyaziddir. Çıxıram. Səfəvi Osmanlı müharibəsinin birinci mərhələsinin başlaması da aiddir Səlimin dövrünə.
2 və 3 B variantı. Sonra gəldik növbəti belə bir sual. Cəlairi dövlətinin Azərbaycanı idarə etdiyi dövrdə baş verməmişdir. Biz birinci bilməliyik ki, Cəlairi dövləti Azərbaycanı hansı illər aralığında idarə edib? 1359-1410-cu illər Azərbaycanda Cəlairi ağalığı dövrü hesab edilir. Terek döyüşündə Qızıl Ordu dövlətinin qoşunlarının məğlub edilməsi. Baxaq, Terek döyüşündə Qızıl Ordu dövlətinin qoşunlarının məğlub edilməsi 1395-dədir. Bu aiddir, düşür. Sonra Şirvanşahlar dövlətində hakimiyyətə yeni sülalənin gəlməsi 1382-dir, düşür. Qızıl Ordu hökmdarı Canı Bəyin Azərbaycana yürüşü bu 1357-dədir, düşmür. C-ni götürəcəm. Əmir Teymurun Osmanlı qüvvələrini məğlub etməsi düşəcək 1402-dədir. Kür sahilindəki döyüşdə Şirvanşahların Teymuriləri məğlub etməsi düşəcək 1405-ci ildədir. Niyə C variantı düşmür? Çünki Qızıl Ordu hökmdarı Canı Bəy Azərbaycana yürüş edir. O yürüşün nəticəsində deməli o yürüşün nəticəsində Hülakülər dövləti süquta uğrayır. Hülakülər dövləti süquta uğramalıdır ki, Cəlalilər gəlsinlər, Azərbaycanı tutsunlar. Ona görə doğru cavabımız 13-də C variantıdır. 14-də yeni xəritəmiz var. İlk Qəza məktəbinin meydana gəldiyi ərazini istəyir bizdən. İlk Qəza məktəbi 1830-cu ildə Şuşada meydana gələcək, yəni Qarabağ ərazisində. O da 5 ilə göstərilən ərazidədir. Yəni 14-də doğru cavabımız olacaq. Sonra gəldik 15-ci suala. Səfəvilərin Ərdəbil hakimliyi dövrünə aid deyil. Xalq nə aid deyil? Ağqoyunlu dövləti tərəfindən mülklərin müsadirə edilməsi bu aiddir. Sultan Yaqub da eləyib bunu, Rüstəm də eləyib. Hərbi qaydada təşkil edilmə aiddir Şeyx Heydərin dövründə. Şirvan və Dağıstana yürüşlər aiddir Şeyx Heydərin dövründə. Ağqoyunlu dövləti ilə müttəfiq olması Səfəvilər Ərdəbil hakimliyi dövründə müttəfiqdir Uzun Həsənin dövründə Şeyx Heydər. Qaraqoyunlu dövlətinin qoşunlarının məğlub edilməsi bu yanlışdır. Ümumiyyətlə Səfəvilər Ərdəbil hakimliyi dövründə İsmayıla qədər hər hansı bir döyüşdə qalib gəlməyiblər. 3 dənə əsas döyüş var, üçündə də məğlub olublar. Sonra 16-20-ci əsrin birinci rübündə Şimali və Cənubi Azərbaycan tarixi üçün oxşarlıq istəyir bizdən. Müstəqil dövlət yaratmaq uğrunda mübarizə aparılması. Birinci rüb ümumiyyətlə bunu qeyd eləyək ki, bir rübümüz 25 ildir, yəni 1900-1925-ci illər aralığını istəyir bizdən. Nə olacaq doğru cavabımız? Müstəqil dövlət yaratmaq uğrunda mübarizə aparılması. Bu Şimali Azərbaycana aiddir. Cənubi Azərbaycan müstəqil dövlət istəmir, muxtariyyət istəyir. Ona görə biri çıxdım. Xarici müdaxilə nəticəsində yaradılmış siyasi qurumların süqut etməsi, bəli, ikini götürəcəm. Çünki xarici müdaxilə AXC-yə 1920-ci ildə ruslar müdaxilə eləyəcəklər. Yenə eyni şəkildə 1920-nin sentyabrında Cənubi Azərbaycandakı milli hökumətlər də əsasən ingilislərin köməyi ilə yatırılacaq. Milli hökumətin təşkil edilməsi, bəli, bu da doğrudur. Həm AXC-də, həm də Cənubi Azərbaycanda milli hökumət var. İlk dəfə teatr bizdə 19-cu əsrdədir, amma onlarda 20-ci əsrin əvvəllərindədir. Dövlət torpaqlarının satılması ilə bağlı fərman verilməsi isə ümumiyyətlə 19-cu əsrdədir və Cənubi Azərbaycana aid olan hadisədir. 17. Amid və Dizirab döyüşləri üçün oxşarlıqdır. Alban hərbi qüvvələrinə hökmdar Ayrın rəhbərlik etməsi. Bəli, doğru cavabımız elə olacaq bu. B-də Bizans yazılıb, yanlışdır, Roma olmalıdır. C yalnız Diziraba aiddir, ona görə çıxırıq. 4-cü əsrin son rübündə baş vermələri yanlışdır, heç biri düşmür. Son rüb dediklərimiz 375 ilə 400 arası olan dövrdür, amma heç biri də ora düşmür. Sasani qüvvələrinin qalib gəlməsi yanlışdır. Çünki Amiddə qalib gəlsələr də Dizirabda məğlub olacaq. 18-də Səlcuq dövlətindən asılılığı qəbul edib, Dərbənd əmirliyini dövlətə birləşdirib. Bu 1066 və 1066-da Səlcuqdan asılılığı qəbul edən, 1075-də də Dərbəndi birləşdirən birinci Fəribüzdür. 18-də doğru cavabımız olacaq Y variantı. Gəldik 19-cu suala. 16-cı əsrin ikinci yarısı və 17-ci əsrin ikinci yarısı Səfəvi dövləti tarixi üçün oxşarlıqdır. Osmanlı dövləti ilə müharibə 17-nin ikinci yarısında yoxdur. Mahallar 17-nin ikinci yarısında naiblər yox, bolbəylər idarə edir. İdarəçilikdə irsilik prinsipinin mövcud olması bəli, doğrudur. Xorasan uğrunda Şeybanilərlə mübarizə 16-nın ikinci yarısındadır. Ruslarla ticarət müqaviləsi isə 17-nin ikinci yarısındadır.
Sonra 20-ci sualda bizə deyir, xəritə üzərində qeyd edilən dövlətlərin 18-ci əsr tarixinə aid ümumi cəhət müəyyən eləyək. Verilən dövlətlərimiz bir Rusiyadır, iki də Osmanlı dövlətidir. Cənubi Qafqaz uğrunda mübarizənin aparılması, bəli, 18-ci əsrdə hər ikisi Cənubi Qafqazda mübarizə aparıblar. Səfəvlərin 18-ci əsrin 20-30-cu illərin yadımıza salsaq kifayət eləyir. Qaradənizə çıxış əldə edilməsi, Osmanlının zaten Qaradənizə çıxışı var idi, ona görə 3 yanlışdır. O Rusiyaya aiddir. Hərbi sadə islahatların keçirilməsi, bəli, bu oxşarlıqdır, 3-ü götürürəm. Hakimiyyətə yeni sülalənin gəlməsi. Osmanlıda ümumiyyətlə bir dənə sülalə var, əvvəldən sona qədər yeni sülalə gedib. Parlamentli monarxiya idarə üsulunun yaranması, bu da yenə eyni şəkildə yanlışdır. Ancaq Osmanlıda olacaq, o da 19-cu əsrin ikinci yarısında. Doğru cavabımız olacaq C variantı, yəni 1 ilə 3. Sonra deməli gəldi 21-ci suala. 21-də belə bir sualımız var. 1-ci Qarabağ və 2-ci Qarabağ müharibəsi dövrdə baş vermişdir. Xudafərin 1-ci Qarabağın özünə aiddir. Kəlbəcər ümumiyyətlə 1-ci Qarabağ, daha doğrusu 2-ci Qarabağdan sonradır. Xudafərin də 2-ci Qarabağa aiddir. Səhvən 1-ci Qarabağ dedim. Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyanın ilk mərhələsi ümumiyyətlə heç birinə aid deyil. 1948-53 Çərur rayonunun Günnüt kəndi 2018-ci ilin may ayındadır bu hərbi əməliyyatlar və bu aradakı dövrə düşür. Dağlıq Qarabağın müxtəlif vilayət statusu isə antiterror əməliyyatlarına aiddir. Gəldik 21-ci suala, uyğunluğu müəyyən eləyək. Uyğur Xaqanlığı, Qaraxanlılar və Qəznəlilər. Deməli, belə suallarda təbii ki, nə edirsiniz? Dəqiq bildiyiniz bir şeyləri götürürsünüz və çıxdaşa gedirsiniz. Məsələn, mən burada Qaraxanlılarda Satıq Buğranı bilirəm də, düzdürmü? 2-yə B axtaracağım. Baxıram 2-yə B olan 2 dənə variant var. 2-yə B olan 2 dənə variant götürmək istəsəm, baxıram ki, D variantında B-nin yanında bir dənə də D var. Axı mən bilirəm Qurullar tərəfindən varlığına son qoyulan Qəznəlilər, ona görə götürə bilmirəm. Uyğurlara götürəcəm dini pərakəndəlik nəticəsində süquta uğraması. Sonra Qaraxanlara götürəcəm Əfrasiya sülaləsi və Satıq Buğra. Qəznəlilərə də götürəcəm, deməli, İbn Sina və Əl-Birun himayə edilməsi, bir də Qurlular tərəfindən varlıqlarına son qoyulması, yəni 22-də də Y variantı. Gəldik açıq suallarımıza. Açıq suallarımızda Azərbaycan, deməli 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycan iqtisadi həyatı üçün səciyyəvi olanı istəyir. 1.19-un ikinci yarısı, bir də iqtisadi həyat. Rəhdari rüsumunun ləğvi 1836-dadır, birinci yarıdadır, götürə bilmirəm. Hərrac yolu ilə satış 1872-dədir, doğrudur, ikini götürəcəm. Bütün təbəqələr üçün vahid məhkəmənin yaradılması 1866 ikinci yarıdadır, amma iqtisadi həyat deyil. Yelizavetpol quberniyasının təşkil edilməsi 1868-dədir, amma iqtisadi həyat deyil. Sahibkar kəndlərinə torpaq satın alma hüququnun verilməsi 1870-dədir və iqtisadi həyatdır. Ona görə doğru cavabım olacaq 2 və 5. Sonra 24-də xronoloji ardıcıllıq istəyir bizdən. Deməli, Vahid Almaniya imperiyasının yaradılması 1871, Yaponiyanın ilk konstitusiyası 1889, Monroe doktrinası 1823, İngiltərədə birinci parlament islahatı 1832-ci ildədir. Ardıcıllığımızı quranda olacaq 3, 4, 1, 2. Deməli, oldu 3, 4, 1 və 2. Doğru cavabımız. Sonra 25-də Quba və Qarabağ xanlıqlarının tarixi üçün oxşarlıq deyil. Çar Rusiyası ilə münasibətlərin mövcud olması. Bu oxşarlığı da Qubada əlaqə saxlayıb Fətəlinin dövründə, Qarabağda əlaqə saxlayıb İbrahim Xəlilin dövründə. Hacı Çələbi xana qarşı yaradılmış ittifaqa qoşulması. Bu ancaq aiddir Qarabağa, oxşarlıq deyil, ona görə ikini götürürəm. Azərbaycan torpaqlarını birləşdirmə siyasəti oxşarlıqlı çıxdım. Ərdəbil xanlığının tabe edilməsi oxşarlıqlı çıxdım. Ərazisində əyalət şurasının mövcud olması Qubaya aiddir. Ona görə yazacağım 2 və 5. 26-da bizə deyir ki, klassik feodalizm dövründə Hindistana hücum etmiş dövlətlər, yəni 11, 16-cı, 15-ci əsrlərdə daha doğrusu. Axun Eradan, bizim İran 6-cı əsrində gedib, erkən orta əsrləri götürə bilmirəm. Monqolu götürəcəm 13-cü əsrdə. Teymuriləri götürəcəm 14-cü əsrdə. Əhəməni eradan əvvəl gedib, Osmanlı isə ümumiyyətlə Hindistana getməyib. Ona görə 26-da da doğru cavabımız olacaq 2 ilə 3. Sonra gələcək 27-yə, burada belə AXC-yə aid sualımız var. AXC 1-ci hökumət, 2-ci hökumət və 4-cü hökumət. Yalnız Bakı şəhərində fəaliyyət göstərən 4-cü hökumət kabinetidir.
Birinci hökumət Tiflisdədir. İkinci hökumət isə ilk vaxtlar Gəncədə, sonra isə Bakıda fəaliyyət göstərib. Osmanlı dövlətinin AXC-yə yardım eləməyi öhdəsinə götürməsi birinci hökumətdir, Batum müqaviləsi. Üç rəngli dövlət bayrağının qəbul edilməsi ikinci hökumətdir. Qarabağda general qubernatorluğun yaratması heç birinə aid deyil, üçüncü hökumətə aiddir. İtaliya ilə hərbi sahədə müqavilənin imzalanması yenə heç birinə aid deyil, çünki bu da 5-ci hökumətə aiddir, 1920-ci ilin fevralında. Doğru cavabım olacaq, deməli 27-ci sualda bir də B, bir də C, 3-də isə A variantı. Sonra gələcəyik situasiya. Deməli, situasiyada bizdən nə istəyir? Situasiyada belə bir şey verib bizə. Mətin verib, Teymur deyir, çaya yaxınlaşanda. Çay varsa bu 100% Teymurun iştirak elədiyi bir dənə döyüş var. O da Terek döyüşüdür. Ondan gedir söhbət və burada bizə artıq Tatarlar verib, yəni Monqollar, Tatarlar da adlandırıblar, xan verib. Mənbənin aid olduğu tarix və hadisə, tarix 1395-ci il, hadisə isə Terek çayı sahilində döyüş. Terek çayı döyüşü. Mənbədə baş vermiş hadisənin nəticəsini şərh edin. Hadisənin nəticəsi, yəni ki, Terek döyüşünün nəticəsini istəyir bizdən, 3 nəticə istəyir. Birinci nəticəmiz olacaq ki, Qızıl Ordu məğlub oldu və yaxud Teymurilər qalib gəldi. İkisindən birini yazırsınız, bu bir nəticə. İkinci nəticə olur ki, Teymurlərin paytaxtı Saray Bərkə dağıdıldı. Üçüncü nəticəmiz də Qızıl Ordunun, Saray Bərkə Teymuri nədir? Qızıl Ordunun paytaxtı Saray Bərkə dağıdıldı. Üçüncüsü isə deməli Qızıl Ordunun şərq vilayətləri keçdi Teymurilərin hakimiyyəti altına. 3 nəticə budur. 30-da mənbədə qeyd edilmiş hadisədə iştirak edən dövlətlərin oxşarlığına aid 2 fikir yazın, ən az 2 fikir yazmaq lazımdır. Birinci fikir bunu yaza bilərik ki, oxşarlıqlardan hər ikisi Cənubi Qafqaza hücum eləyib. Hər ikisi 16-cı əsrin əvvəllərində süquta uğrayıb. Belə.